oyaq qala bilmirsən? Bizon Ice Coffee ilə yuxusuzluğu alt-üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu, Patron, ən səmimi anlar üçün. 110 min kvadrat metr ərazini əhatə edən, geniş avtodayanacaq sahəsi ilə seçilən bizim ev mebel şəhəri 100-dən çox brend mağazası ilə müştərilərə xidmət göstərir. Burada avangard, klassik, modern üslubda yerli və müxtəlif ölkələrin istehsalı olan yumşaq, qonaq, yataq, gənc, mətbəx və ofis mebelləri təqdim olunur. Bol çeşid, zəngin dizayn seçimi, sərfəli qiymətlər, yüksək servis və yerində kredit imkanları. Bütün bunlar bizim ev mebel şəhərində. Ziyarət etməyə tələsin. Tam Store'da meyvə və tərəvəz maya dəyərinə. Tam Store'a gəl, gündəlik yenilənən tam təzə və bol çeşidli meyvə və tərəvəzi uyğun qiymətə al. Fürsəti qaçırmayın. Tam Store, meyvə və tərəvəz bizim işimiz. Patronun, Bizon'un, Bizim Ev Mebel şəhərinin və Tam Store'un baş sponsorluğu ilə iki qapı arasında serialı başladı. Yerə gəlmək lazımdır həmişə. Əli dolu. Yavaş. Yavaş. Deyirəm Uğur kişi. Bu il bolluq oldu. Keçən il yarım meşaq doldura bilmədi bu boyda kənddə. Doldura bilmədik deyəndə ki, keçən il bir qapıya bir dəfə papaq atırdıq. İndi bir qapıya 10 dəfə papaq atmış. Atanın üzdülüğü bizə kömək oldu. Yaxşı. Demək, bölüşdürək də Uğur kişi. Elə o sənin, bir də bu sənin. Bu sənin. Elə bax, bunlar da mənim qismətimdir. Bir də, o niyə sənin qismətindir ki? Niyə qismətin olur ki? Uşaqlıqda hər şey sənin qismətindir. Mənim olsun da qoyur. Niyə? Nətər niyə? Bax, uşaq vaxtından toyuğun budu həmişə sənin qismətin olurdu. Nə bilim, aşın qazmağı həmişə sənin qismətin olurdu. Hər şey qismət bəs tutur. Yaxşı, atabala dalaşmayın paya görə. Dalaşma, mən əziyyət çəkmişəm. Mürvəkkinin qapısına heç biriniz ürək eləmədiniz papaq atmağa. Nə oldu? Mən getdim. Yemədi ki səni. Yemədim mən, düzdür, amma onun dediyi sözləri mən yedim. Hadi yaxşı. Dədəbala indi 5-10 dənə qoz fındığa görə dava salmayın. Özüm bölərəm. Deməli belə eləyək də. Səbədi istəysən, götür. Götürəm. Bu sənin səbəd. Meşoq sənin. Karofka 1, 2, 3 adama da elə bu karofka, mən payımdan razıyam. Həbsi qutardı. Yox. Bir dənə qaldı. Bu 4 dənə yumurta. Bu 4 yumurtanı nətər bölək? Ay Sadiq, nə olubdu? Yaman belə əsəblisən. Bayram günü bacım bütün sinirlərimi pozur. Alerjisi belgeni onu verir, bunu verir. Dilanı ne bildin? Dilensin yeter baba. Onu tutturmasam bu əziz gündə. Məndən də şərəfsiz qardaş. Bayram, belə şey. Aşına dönüm belə şey olar. Yaxşı, nə deyir ki, də görüm. Deyir ki, Sadiq maşını sürmürsən, heç olmasa ver, vəfadar sürsün, taksavatlıq eləsin, 500 manat pul qoysun. Diyorum bacım, mən nə eləyim? Sən nə eləyəsən, nə dedin ona? Dedim ki, bacım, mən neyim, bunu mən dedim da. O nə dedi bəsə? Deyinə bax. Ada deyir ki, elə vəfadar səni iş aparar ucuz qiymətə. Düz deyir də, nə varsın be yazıq, maşını sürər, ucuz qiymətə aparıb gətirir, nə istəyir? Öz maşımla məni taksavatlıq elə. Sürmüyorsun, sən nə dedin, yaxşı, nervlər. Dedim bacım, dünyasında ola bilməz. O bu gün mənim maşınım istəyir, sabah deyəcək qazancını gətirib, bir sürü deyəcək, bu arvadını evini ver, sabah deyəcək, o bir sarvadının evini ver, sonra da məni çapıb talayacaq. Yox da elə şey. Bir dəqiqə. Nə dedin sən? Sabah da məni çapıb talayacaq. Yox da elə şey. Ondan əvvəl biz onu içdim.
Yox, nəsə dedin orada o... Biləm nə dediyim, hə, yol düzəldirəm. O bir arvad nədir? Hansı arvad? Oo. Deməli nədir? Bəs bu şey var ya, duyğu. Onu deyirəm, mən başqasını Nətər onu deyə bilərsən, niyə? Duyğu nədir? Bəyəni insan evladıdır, düzdür? Bəyəni adam evladıdır. Nə cinsə məxsusdur? Qadın cinsi. Xanım. Var kişi, var qadın. Qadına həm də nə deyirsən? Ay qadın demirsən ki, ay arvad deyirsən, arvad. Xanım niyə demirsən ki? Hani xanım deyim, niyə qudursun? Şirəkəşə də xanım deyib qudurtmayaq bir zəbi. Xanım sən tanay başına. Yaxşı. Yaxşı. Ha, o demək, ya o duyğu arvadın, kirəkəşin o evini istəyə bilər. Başa düşdüm. Ona görə sən başa düşürəm, mən də Başa düşdüm. Bax, sabah bayramdır, bilirsən də, bayram mamam gilə keçirəcək. Getdim, mamam olmasın bir də kimsə qapını pusur, yavaş danış. Hadi bayram canım, qapını pusalarda nə o normal şeydir bu. Səsinizi eşitməsinlər. Niyə eşitməsinlər ki? Kimdən gizlənirik biz? Kimdən qorxuruq ha? Sən neçə illərdir, neçə bayramdır qoymursan mənim səsim böyüdən çölə çıxsın. Nədir fikrin ay Sadiq? Anne pişkin. Parmağını yüksür, parmağını yüksür. Ay, Əla. Gəl. Sən pas. gel vur kişi. Dur Gel. ha. Gel görək. Ne oldu? Aldım kısasımı. O ver yumurtaya baxın görün. Kapım ne bundan içiyor? Tabii. O bravo. Yok diyor. O daş da az qala dişimi qır ha. Bu nə yumurtadır? Ucuzsan ha. Ha bu da çatdı. Ay Uğur şu canımsın ya halaldır. Bu yumurta var ya. Bu təsəvvür et toyuqdan yerə düşdü qırılmadı. Papaqda min dənə qoza fındığa deyil qırılmadı. Bir dənə nəfəsindən çatlatdın sən bunu. Hadi. Nə varım, neyniyim mən? Çox uğurlu adamsan. Çox. Yaxşı, gəl belə eləyək. Bu dördüncü yumurtanı qəşəng soyaq, yeyək. Hə, deməli sarısı mənim. Ağı vəfadarı, qabığı da sənin Uğur kişi. Demərsən ki, Allah'dım. Ay Uğur kişi ya bir savadın yoktu mu? Yumurtanın ve vitamini qabığından. Ay vitamini qabığındansa sən yiyir, dədən yiyirsən. Sən yaşlı adamsan da. Yaşlayan var yumuşaq. Sen görün bu. Üç kişi burada ile bir bebediler. Neye bölüştüremirsiniz ki? Ha, bir dənə yumurta qalıb, onu bilmirik neyniyək. 4 dənə yumurta idi. Üçün böldü, biri qaldı. Hansı da o biri? Bu da benim olsun da bu ne var ki burada? Elə şey yoxdur. O nə deməkdir? Biz 3 nəfər əziyyət çəkmişik, papaq atmışıq. Mən etiraz eləyirəm. Kişilər, mən etiraz eləyirəm. Ne itiraz edir bu? O yumurta bizimdir. Sənə aidiyyatı yoxdur. Əbürdüllərin ana kişilər, haqqımızı yiyirlər. Bir dakika dayan görmeyin. Ne hakkı? Bunun payına ne düşür? Koy onu kenara. Onun hakkını ben yiyeceğim. Belədir. Elə şey yoxdur. Mən qətiyyən bu haqsızlığa imkan vermərəm yol. Ay dillənin ana kişilər dillənin. Ay kişilər deyirəm, ay kişilər. Ay ata gör ne deyir o aksaqqal bir cavab verdi ona. Mən bu ədalətsizliyə içimdə etiraz eləyirəm. Benim bu bayram günü, bu əziz günü əsəblərimi pozmam. Fazıl sen bilirsən mənim əsəblərim pozulanda ne olur? Marş! Yaşlı yol sənə bayramında mübarək. Yeri dairə, yeri. O, mən əziyyət çəkib papaq atmışam. Elə şey yoxdur. Mənim payımı verim. Hə, payını verərik. Yeri. Başı boş, elə get, ala. Onu da saxla. Yeri dairə. Mən heç hara getmirəm. Mənim payımı verməsəniz getmir. Bunun deyilən günə ağzının üstünə boy payını verdi. Var dillən də kişi deysən. Deyirəm ki, ürəyimə damıb ki, bu il çox ruzili, çox bərəkətli il olacaq. Əşi onu bilmək olmaz. Cüzəni faizdə sayarlar. Faizə nə qalıb ki onsuz da? Əşi o vaxtda kim ölə, kim qala. Yaxşı da normal sözlər danışamıyorsan, bu niyə böyle beyquş danışırsan bu? İtürər karvan keçər. İki kişi də ütürər karvan keçər nədir? Səbr eləyək, hər şey yaxşı olacaq.
Narahat olmayın. Bəli, şair demiş, səbr elə. Heç də düzəlməyəcək. Beyquş. Bu il ola bilsin ərin öldü. Yaşdan ayıf deyil. Kaç öldü əri? Onsuz da bu evdən mən heç vaxt bir xoş söhbət, xoş xəbər eşitmədim dana. Yaxşı ürəyimdə böyük bir niyyət saxlamamışdım bu sanda. Hər şey başa düşdüm. Bu Sadiq burada nə əzir? Çünkü Sadiq bu evlerin ikisinde sahibi de. Bayram günü. Bayramındır var. Bayram var. Geldim kirekeşi hem tebrik edeyim hem de kiram pulunu aldım. Sen ne yaşı xəcalət çəkmiş alıp durmuşsan burada. Kapı güdürsən. Bu yay Sadiq qardaş, güdürsən nədir? Güdür. Güdmürəm. Bu sıra. Bayramdır da na, adətimizdir. Deyirəm, ayrı vaxtı gəlib qapının ağzında bir pusanda güdəndə kətdə adımı 1000 dənə söz çıxardırsın. Onun dərdi zulmla, 1000 əziyyətinə bir ildir dözürəm ki, bayram günü gəlib qapını pusun. Sen ne qap pusursan? Evde kalmış kız diyorsan sen olcur dağdan ağara bakmasan uğurun var da evli kadınsan git ev kadar bayram var. Ay bası hele böyle elime vurdum. Ana sildim elim çıkadan bak. Aa. Ay. Ha uğurçi bayramın mübarek bayram mübarek. Ana bayramı. Atlar ölü bütün bayramıdır. Vay kaşık sözler. Böyle şey gelen bayramda şu bu söhbətləri ay kapısında istifadə edirəm. Şeyde atı başa düşdüm. Deyək ki sen atsan ha. İt kimdir? İt. Fazillə Vəfadar. Ha? Birləşdik. Getdik qapı papaq atdıq. Hadi bayram payını. Ha da yani yaşda uyğun da böyle ha. Mənim bayram payımı vermədilər. Əli boş qaldım. O bir qırağa məni başı boş yola saldılar. Nətər ha? Vəfa papağımı da götürdü. Bu, sənin. Ha. Uğur, bu dəfə onları keçdi yoxdur ha. Bax, mən sana deyirəm, əgər sən onları bu dəfə də tutturmasan, səndən alçaq, səndən şərəfsiz, səndən axırıncı adam bu yer üzündə yox. Ərini tanıyırsan da, belə tam oturdu ha sözlər, ha belə. Bir dəqiqə dayanın ha. Mən onların tayı deyiləm. Mən Fazillə çörək kəsmişəm, çörək kəsmişəm. Mən onları tuttura bilmərəm. Sən özün indi şikayət eləyərsən, özün həll eləyərsən. Həbənə, əmən olaş keçən deyiləm. Onsuz da bax, bugün neçə qapı pustumsa, birinə xoş xəbər eşitmədim. Bildim ki, bu bayram qara gələcək. Allahdan qara bayram bunların qapılarına gəlir. Mən onları tutturmasam, bu bayramı onlara qara gətirməsəm, səndən alçaq, səndən şərəfsiz, səndən axırıncı adam yer üzündə yox. Onu bütün gət bilir, uğuru hamı tanıyır, narahat olmayın. Ama bir dəqiqə dayan, bayram günü şikayət edirsəm, ayıp deyil, utanmırsınız. Sizin bayram payınızda, papağınızda zadda gecələ yollatdırasam. Heç mən şikayət eləməyin, gedin özüm əldə eləyəsən. Yaxşı, sən arxayın. Görəkdən ha, görək. Nə sözlər də onun yolunda deyirsən. Ha, it kimi yemin, ne bayramdır. Deyirəm sənə idman elə, indi nə əl qatmısan özünə? İnanırsan, belə bizon içdim, ayıldım, motivasiyam qalxdı. Ayılmısan, onda al bu siyahını, get bazarlıq elə. Yaxşı, bizon içim gedirəm. Bazarlığın siyahısında elə biz onu birinci yazmışam. Hansı növün yazmısan? Hamısını, bütün növlərindən al biz onu. Yaxşı, bizon içim gedirəm. Deyirsən, əmin əvəsinə lazım olan mebeli buradan tapa bilərik. 100%. Bura Qafqazın ən böyük mebel yeri olan bizim ev mebel şəhəridir. Buna bax, amma onlar biraz brend həvəskardılar. Ay uğur kişi, burada 100-dən çox brendin mağazası var. Bilmirəm, amma zövq söhbəti də var. Bilmirəm, onlar nə zövqdə istəyirlər. Narahat olma. Bizim ev mebel şəhərində avangard, klassik, modern üslubda həm yerli, həm də başqa ölkələrin mebelləri var. Sonra nə sualın var? Belə başa düşürəm ki, bizim ev mebel şəhərində bütün suallarımın cavabı var. Gedək mebel seçək. Gedək. Ay müəllim, mənə icazə ver, mən gedim də bayram üçün bazarlıq eləməliyəm. Gedim deyəndə, martın 5-dən 22-sinə dək
Tam Store'da bayram gəlir, yaz gəlir, tamla endirim kampaniyası var. Üstə gəl 17-22 mart aralığında. Qoğal, şəkər bura, paxlavya, xüsusi endirim var da. Bir də xanımlar əziyyət çəkməsinlər. Əla, onda mən də hamısını alıram. Tələsmə, davam var. Bahar təmizliyi üçün bütün təmizlik vasitələrinə endirim. Necədir? Ay mənim, bunların dediklərin hamısını özünə almışsan. Əlbəttə bazarlıq eləmişəm. Doğru işte. Onu bu papayı yadda saxla. Ola bilsin, axşam attım sizin qapıya. Bax. Bacı, sənin yeməklərin çox ləzzətli olur, Olacaq da. Çünki sənin bu bacın tam təbii, kimyəvi qatqısız, soyuq sıxımla əldə olunmuş patron yağı ilə bişirir. Arvadlarına denən patron yağında bişirsin yeməkləri, bir alsın dada gəlsin. Deyərəm, onda gərək hər iki evə patron yağı alım. Patron yağı alsam, hər iki evin yeməkləri olacaq çox ləzzətli. Onda da mən qalacam yeni iki qapı arasında. Elə bacın gildə ye. Patronun, Pizonun, Bizim Ev Mebel şəhərinin və Tam Store'un baş sponsorluğuyla iki qapı arasında serialı reklamlardan sonra davam eder. Ne yerim? Ömrü boyu etsiri. Bu da harda qaldı? Var mı? Durma aman qurban, biz gedək. Açığın elə Fazil'lə söhbət edin. Gedək. Fazil, ölüb yerə girsənə, yaşıyla başqa cəb qapılara papaq atsan, ha? Ha, bax, qıraqdan deyən olmaz. Bax, bu... Bunları bir yerə yıxsan mama? Hə, aman qurban, qoz fındığın yanına qoyacaq. Nə qoyur, ha, qoz fındığın yanına? Ha, nə sən əməl edin? Ha, uğurun niyə payını verməmsən? Niyə böləndə onun haqqına girsən? Papaq atdığın, bəzi... Bundakı altına bir əski salım ki, nəm çəkməsin aman qurban. Şəkər buraya ilandır, nə düşədir, ha? Nə sən niyə papaq atsan, nə sən vadar eləyir, ay bala? Onda yəqin şəkər bura ilə paxlavaları bir yerə qoyarsan. Boy, orada şəkər çörəkləri var, şirin çörəklər var, onun yanına Bir dəqiqə dayan, gör, başım yedim. Oğlum üçün eləyirəm ki, bayramda boynu bükük qalmasın da. Bu nədir ki, başa düşmədim. Papaqatdan yığdıqlarımızdır. Ha, papaqatdan bu bota 5 yığırlar, meçok. Nə danışır, ay bacı bu? O nə danışdığını bilir. Sən ömrün boyu hesabını bilmədin, dəftər kitabını bilmədin. Buna bax. Fazil, bizim bu ərazidə azı aşağısı nə qədər ev var? 700. Belə lap olsun 600, lap olsun 500. Ha, 800-dür. Hər evə 3 dəfə gedib gələndə, bir 3 papaq qoyanda, elə, deyək qadasını alım. Ton yarım deyirəm, ha, ton yarım yer yemiş yıxdı. Vay, nədən şu, ha. Ton yarım Bir söz deyim dayı. Mamamın sözünə qüvvət sənə halal olsun. Nə məndə, mən nə? Mən indi bildim ki, hər iki ailənə də çox gözəl baxırsan. Elə, nədən bildin? Atamla sənin hər iki evinə də dalbadal bir 30 dəfə papaq atdıq. Hamısında da doldurdular bax ekməkçə. Anna, vəhş adamlar. Ha, evdə sən eşməyə paxlava tapıram, bir daşın gətirir də evdə. Mən sana deyim. Buna həmişə deyirdim Beytaşadır. Amma Beytaşa özüm ama. Ay, toyun yarım. Və şu lapa mapa. Bacıcam zaman biraz ver aparım şeyim. Bayram sağlıqda eləyim. Yox, bacıya bax, bacı ürədi da. Daş, dəmir, polad. Biraz da daş yap, biraz da daş yap. Biraz da. Mamasının yer köksü, Markovu. Gəl biraz oturun dincəldik. Hə, qaqaş, can, yaxşı. Sən belə Sadiqi də götürüb gələcəm sizə. Belə danışmışın ya, yoldaşımla da danışın biraz. Alo, necəsən? Yaxşısan? Hə. Vay, yorularsan, baxma, o qədər iş görən adamsan ki sən. Əlindən də gəlməyən iş yoxdur ki sənin. Qardaşım da xoşladı. Hə, doğrudan, o nə dedi elə? Sənin də dilin ağzın yoxdur ki, heç nə deyə bilmirsən. Görürsən. Öyle şey yoxdur ya. Vay, o da biabırçı adamdır. Biz heç elə həyasızlıq görməmişik ki, harada görmüşük belə həyasızlığı, Yaxşı, sonra danışarıq. Yaxşı, oldu sən. Kimlə danışırdın? İmkan verdin ki, qardaşımla danışırdım. Sabah heç bir plan zad qurmaya işdin, qardaşım bizə qonaq çağırıb.
Sabah. Sevginin anası da sabah qonaq çağırıb. Kimin anası? Sevginin anası. Sevgin anası xeyir ola səni qonaq çağırıb. Mən dedim ki, məni qonaq çağırıb. Yox, mən dedim. Ha, sən dedin də. Mən dedim. Ha, sən dedin. Mən demədim, bax, sən dedin. Mən deyirəm ki, Sevginin anası qonaq çağırıb. Kimi? Bizi. Niyə? Deyir, bayram gündür, qızım, gəl. Tək adamam. Bəs ev sahiblərinə çağır, bir yerdə bayram elə. Sən buradan fırlıyorsan, səhəlimsən ki, sən qıraqdan baxan elə bilər ki, Sevgi də mənim arvadımdır. Ay, başımı dönmürüz, danışanda şey... Elə bir ürəklə dedin, ha. Sakin dur. Nə oldu? Qapını pusur. Yaxşı şeylər danışaq onda. Yaxşı şeylərdən də nəsə bu il elə bil it nəfəsinə gəlmişik. Hansısa qonşunun pis nəfəsinə gözləyir. Gətirmir də qardaş, işlər getmir də. Hə, Allah xeyir versin, hə. O da yaxşı toy elədi elə. İndi rahat danışa bilərsən, yola saldım. Neynə çıxdın sən o, neynədin orada? İşte, qonşunun itiydi. Novruz gəlir, yaz gəlir, bilinə də birləşdir mama. Bayramı qızım bayram. Sən məni qırmızı lent. Arzulayıram, qafadar evlənsin. Bu qırmızı lenti elə gəlinim belinə bağlayaq. Amin, ay dayısı o vaxtı da əlim cibində olar. Dayısı onu toyuna ayrı üçün eləyəcək. Dayı, olar mı mən sənə bir şey etiraf edeyim? Buyur. Sən həyətə girəndə mən elə bilirəm ki, belə bir böyük bir şəxsiyyət gəlir. Elə bil nədir, elədir. Elədir ki, var. Baba, icazə ver mən dayıma olan sevgimi, məhəbbətimi iki heza şeirlə deyim. Canım. Dayıma qurban inəklər, dayım nə vaxt iməklər. Ya otur aşağı, ya bunu şiti şörtüğü çıxıb Niyə elə deyirsən? Aşağılığı da bir şeydir, bunun gələcəyi yoxdur. Elə bir torpaq alırsın sənətsiz dayı. Bu nədir? Bu nə səməli, nəsə şübhəli gəldi. Gəlir. Səmənidir də. Nə səməni, səməni. Nə oldu? Deməli, bir vəfadar atamı, babasını yuxuda görüb. Rəhmətli kişini. Səhər uşaq durdu, getdi qəbr üstünə. Bax, bu cür nəvədir. Bax, bu cür nəvədir. Gedəmirəm də, mən kişinin qəbrinin üstünə gedəmirəm də. Vəsiyyətindən çıxamıram da. Nə vəsiyyət? Öləndə vəsiyyət eləmədim ki, və ölsəm qəbrimin üstünə belə gəlmə. Niyə? O elə şey olur, necə gəlmə? O demirmi? Ölürsəm kabrimə gəlmə istəməm, istəməm. Hələ sakinə, niyə getdin tütünə? Hələ sakinə, niyə getdin tütünə? Şeri leyli, şeri leyli. Bəsdir bu şeri leyli. Gör hardan hara keçdi. Qırsa qanqarsa. Nətər kişinin qəbrinin torpağı sad nətərdir, hər şey yaxşı. Laf qəşəkdik, nə qarışaq? Mənim balam getdi, dizini qoydu, sildi, süpürdü, tozunu, alağını təmizlədi, gəldi. Sağ ol. İnan dayı, getdim ki, nə qədər otalaq var. Sağ ol. Hamısını öz əlimdən dərdim. Qəşəkcə gətirdim bura, belinə qırmızı lent bağlayıb səməni kimi satırım. Satırıq. Ay kişisi yaşlılığı idi, maçına kesildi, qıraqdan gör. Çocuğu döndürü gətirmirsən. Ay bacım başına dönüm, kioska döndürmüşsən. Kişinin qəbrin üstüne yaptırır, götürür, satırsın kız. Ha bildiğin mümbir xırdavatı döndürmüşsün kız. Niye eləyirsin? Niyə eləyirik ki? Deyərəm, niyə? Bəs biz bu uşağa maşın alırıq, nə qədər alırıq? Derim dilənim. Obyekti, onun qəbri obyekti. Süzü qazansın alsın onu. Çox eləyirik də, başına dönüb tullamırıq, bir faydalı bir şey eləyir, satırıq da bu. Ha, mənim ölmüş atamın qəbrini dağıtmağı sənə kim məsləhət gördü? Atam. Atan mı olsun? Nətər, niyə ölsün? Ölsün sənin arvadların, bu əziz gündə. Adil olsun! Bir dənə bu qapını yağlamadın da, nə uğur, yağlamadın. Düzələ. Ay uğur, sabaha qədər qılçamın ağrısına yatmamışam ha. Zoq qulluyub. Deyirəm, sağ olmamış. Nətər qapında təpi vurub açdısa, qaldım divarla qapının arasında. Bilmirdin qapı pusanda axırı belə olacaq. Məni qırıyan, belə dədən dərinə geçsin. Mən yazıq nə harım uğur. Bayramdır da, adətimizdir. Məcburam mən də adət üzrə gedər. Keçən ayda bayram idi. Ha? Mamet kişinin pəncərəsində səni zorla düşürüb gətirdilər. Yaxşı köyüyə aparmadılar. Onda mən şərə düşmüşdüm. Və dədənin, nənəmin göru haqqı şərə düşmüşdür. Uğur, adan alım, pul ver gedim də həkimə göstərim bu qılçamı. Görüm, qırıqdı mı, sınıqdı mı, ontudu mu, çıxıqdı mı? Pul var.
Hətta nə oldu? Haçan dedim pul yoxdur. Mən nə varam? Ay, xəbərin olmadı dünənləri. Zulumla pay pulu yığdıq ki, dedim aparım ləpəni zadı satım, pul eləyim də. Hamısını gözünün qabağında vəf apardı. Qələt. Belə başdı bu divardan o bir divara vurur. Qələbəyləkdir. Ha, dünən qoymadın. Uğur, sən qoymadın. Bax, sənin sözündən keçib gedib ona söz demədim. Amma bugün görəsən. Mən o vəfaya bir dənə fındıq da verən deyirəm ha. Bütün fındıqların burnuna pildə gətirəcəm. Düş qabağına. Ha, mən getmirəm. Bura bax, fındıqdan vacib şeydir. Mənim papağım, papaqsız başım üşüyür. Ha Fazil, söhbət eləyirəm, mən dinlədən səbət daşıyırsan. Burada mən burada söhbət eləyirəm. Biraz yavaş. Gətirirəm. Atamın qəbrinin üstündən yaşıllıqlar yığıb səməni düzəldir, səbət kimi aparırsan. Mən bir evlat kimi sızıldayıram, bax, düz olmur, ağır ha bu. 200 oldu, 800. Nə 800 ha? Fazil, mən əsəbləşirəm, bir sual verirəm, səbət daşıyır, gəl götür. Səbətlər daşısam, mənim atamın qəbrinin üstünün o yaşıllıqlarını ki... O 200. Ha. Bayaq neçə demişdik? 800. 800 o da 1000. Benim başım bağladıq, getdik kassaya. Benim başım... Atamın qəbrinin üstündə yaşıllığı götürüb aparıb, səmən düzəldir, 1000 manat pul qazarsan. Mən mənim qazarım. Ay, yaşıllıq da öyle, o atılan papaqlardan səbət düzəldim. Səməni də onun üstündə verirəm, pulsuz. Ha, nə məsələdir? Ha, mən məsələn başlayım bırak. Elə papa söhbət eləyəcəkdim, papa söhbətin başlayım. Bu səbəti bir neçə versən ki sən? Səbətin birini 200'ə, 5 dənə verdim, 1000 manat getdi cibə. Ay, kasıb ki, bunun böyükdə normal pul getsin də cibə. Əl-ələ verin işləyək də, mən nə deyirəm ki? Hə, kasıb sən sənə dedin, əlim aşağıdır, mənə pullu ciddi şəxslər lazımdır. Pul var, ehtiyatda pul var da, məndə ehtiyatda qəşək pullar var. Sən belə pullu adam oxşamısan. Atamın görə ehtiyatda pulum çoxdur mənim. Atamın görə. Dünən dedin atamın görə haqqı məndə pul yox da. Sənin atanın görünəndə işte. Öz atamın görünəndə işte. Kimin atasının görünəndə? Hey! Şeytan lanet. Yox, bir daha insan deyil. Ha, indi sənin atan, mənim atam, nə fərqi var? Gedib də kisim. O kişilərin görünü başımda. Məndə ehtiyatda pul var da. Nə qədər lazımdır? Qoyaq pul qazanaq da. Müştəri tapa bilərsən. Ay, müştəri bilirsən nə qədərdir? Boydan, bizim qəsəbədən Kamçatka adasına müştəri var. Azuqəni alırsan. 100 dənə düzəltdin, 20.000 belində də pul. Azuqəni çoxalım, elə 1000 dənə düzəldə 200.000 qazanaqdan. Ay, başqa dönüm. Azuqə lazım deyil, mənim ihtiyac. Başlayırıq şah. Ay, bir deyəni, hara gedirsən? Azuqə alındır. Bu xırda məsələlər var axı orada. Xırda məsələ nə də? Kassa aparatı. Kassa aparatı nə də? Ben dedim bir dənə raskodu olmayan şey. Sən işi böyütmək istəmirsən. Milyonlar gələcək, pulun, balın, qabağı. Ay, istəyirəm, ondan istəyirəm. Hə, bu 4169. 110, 110. Hə, kasıb, kartın nömrəsini deyirəm, 4169 73 88 yaz. Mənim kartım olmalıdır. Bilirəm, sən kartın məndə var, nə qədər, neçə manat? 1000. Kassa aparatına. Hə, pul. Başa düşdüm, dedi elə deyəsən panikə düşürəm. Vəfa bildik danab, mən pisəm. Mən qapı pusanam, mən söz gəzdirərəm. Bildik da bacı. Uğurumun bu söhbətə nə dəxlət var? Dəxli var. Dəxli var. Bir də ki, şeyda gül. Qızıl gül. Nə gül olursan olay, nə gül olursan. Sən özünə bir kənardan baxmısan. Nə olur kənardan baxmısan. Sən özünə bir kənardan yaxşı bax gör. Danış da, nəyə susmusan, danış. Ay, mama, məni qatmadan bu söhbətlər, o qadındır, mən nə deyim, zənan xeylanıdır. Baya, at görmə nə deyir? Sən bana zənən deyirsən. Heç az qalmışdan uşağın əlində. Nə olar demirsən, bana demə. Amma mən deyəcəm. Sənin bu ərimçoğlun... Az nə ol? Güzel, nə ərimçoğlu? Nə olub az mənim oğluma? O boşqa yoxşayan əri... Qoşalaşıblar, mənim o yaraşıqlı igid uğurumla. Düşüblər qapı-qapı, papaq atıblar. Aynı onu yığıblar, gətiriblər bu xarabaya. Sən də hamısı mənimsiyibsən. Keçibsən dalın. Hə, denən ki, olmayıb. Az divar oldu, divar ol, yapış üzümə. Denən ki, olmayıb. Mən bu söhbətin axırda çıxmasam, heç dədəm safxoz kişinin qızı deyiləm. Lap elə bir də mən də bu söhbətin axırına kimi getməsəm, heç mən də dədəm...
Nə deyirsən? Dədəm Fazilin oğlu da öyle. Cenazə axırına kimi görəsiz ki, söhbət bizlik deyil. Mən benim söylüyorum. De. Bax, Qızılgöl. And verirəm. Eləmə ki, pis olsun. Bax, dedim sənə, and verirəm. Bir də bilsən nə var? Nə eləmişik? Yaxşı eləmişik, mən vermirəm. Sonra. Qəşə. Nə tür yolu vermirəm, nə tür yolu vermirəm. Dərəbəylik də az dünya. Ərimin papağını almışsınız əlinizə. Vermişsiniz, mənim ərimdir, qalıb başı boş. Sənin ərinin başı boş qalsın. Mən qalxsam, pis olacaq. Mən qalxsam, səni boğacam. Boğacam. Bax, indi mən istəyən dava başlar. Nəfədə tutma məni. Bırak ki. Buraya geçen ağrı katsan ay başqadır. Bayram mübarək, bayram. İndi nə eləmişəm ay mənim? Ay heç nə eləməmsən. Heç sən keyfim çöktü. Ala bu siyahını. Biraz bunların hamısını alarsan gözlə. Ala bu 200 manatı. Hamısını xırda qalsa cibinə qoyarsan. Oo, ay müəllim, xeyirli olsun. Biznes qurursan. Ay müəllim, biznes qurur. Müəllimin biznes xeyirli olsun. Ay boş pirlə dişə salma nəfəsə gətirmə mən. Ay yox, bu elə bil bayram günü kasıflara imkansızlara yardım eləmək üçün, elə belə bir şeydir. Mən deyəcəm, hansı ünvanları çatdırmaq lazımdır, çatdırarsan. Bu silahını almalıyam. Hamısını alarsan. Oldu mu? Olur. Deyir, biznes qurursan. Ay, nə deyil? Fazil nətərsən? Bazarlığın siyasını tutdum, hər şeyi aldım. Tam üstü oradan. Hədə buradan meyvə, tərəvəz, maya dəyərinədir, özü təptəzə, qiymətlər də münasibdir. Sertifikat nədir? Fazil sertifikat hardan çıxdı başına dönür? Yaxşı, neçə manat eləyir? 2000. Fazil, mən 200 manatlıq bazarlıq eləyirəm, onu 2000 manatlıq sertifikatla bu düz olmadı. Axı başqa, elə bil məni çapırsan, belə biznes olmur axı. Nəyə dağıdırsan? Söz deyək kimi də biznes deyə dağıdırsan. Nə çətin adamsın. Narahat olma, kartını atıram pulu. Narahat ol. 2000. Yaxşı yallayıram. Neyse, bu iş belə düz getmir ya. Bu xəmir dərsən çox su aparacaq. 200 manatlıq bazara 2000. Yavaş ya, yavaş ya. Salam Məlük. Nətərsən? Oğul. Ha. Yekə kişisən, bığından, saqqalından utan, hə? Arvadı göndərmisən bizə, o da bizə hədə qorxu gəlir, ya. Bura bax. Ona qalsa dünənləri zulumla papağa yığdıqlarımızı arvadın gəldi hop-stop götürdü. Səsini də çıxartmadın, dinlənmədin. İndi deyirsən, mən arvaddan qorxuram. Qorxurmusan? Hörmət eləyirəm, sən eləmirsən? Eləyirəm. Yaxşı, belə də ki, Ulas, mənim papağımı qaytarın. Gedin bayramın günündə görüm nə yığa bilirəm. Papaq atdı müddəti bitib. Onun sənə heç bir aidiyyatı yoxdur. Yaxşı, onda elə mıxdan asılıb gedib götürərsən. Hadi yaxşı, ta uzatma. Gəl, əl-ələ belə barışaq bayramın günündə. Gəl görün. Yaxşı. Gəl görün. Barışaq deyirsən, barışaq da. Maç edeyim sən. Hadi gəl, yöntəm Vəfa zəng edir. Danış görün. Vəfa. Nətər yanı? O biri tay da buradadır. Ay oğul, diyanı. Bir maç. Bir deyirsən boş ver nəysə, lənət şeytana. O nə də arvadın gəlib bizi tutturur, Arvad tutturur. Lənət şeytana, gəl bir sən maçı. Diyan görüm o kişi. Lənət şeytana.
Vəssalam, vəssalam. Ay müəllim, Hadi. verilmiş tapşırığı yerinə yetirdim. Başqa sözün nə tapşırığın var? Lapa hamısını aldın, lapa Bəli. satın. Meyvəni aldın. Bəli. Sən başını heç də qalmayıbdı ki. Ay müəllim, bu siyahı üzrə bütün bazarlığı elədim. Hər şey qaydasındadır. Biraz pul qaldı. Onu da qoydum cibimə. Halal halal xoş olsun. İndi mən deyirəm siyahıda olan bütün hər şeyi götürsən, bazarlığa aparsan mən deyən ünvan çatdırsan. Qəzəlli ol. Ay müəllim, deyirəm ki, Hadi. siyahıda olan bütün bu yazdıqların hamısını aldım. Apardım, ünvana da çatdırdım. İmkansız adamları tapdım, verdim. Bayram payı kimi. Onlar hepsi apardı imkansız adamlara verdi. Sən də özün demədin ki, bunu aparıb imkansız adamlara verəcəm. Mən də səni kömək elədim, nə pis elədim sənə. O ver evladırsın. Çok güzel. Bir dost kimi bir söz deyə bilərəm bulanına. Səndən buralar sürmüşdüm ha. Ay, kulağım bırak. Kulağına saqqalansın. Ay, kulağım. Alo. Mən ver ha onu. Gedə bilərsən. Yox, evə get. Əynini soyun, işdən çıxartdım səni get evə. Özüm hamısını alarım. Ha Fazil. Fazil, indi bazarlığı təzdən bir deyilirəm. Hə. Narahat olma. Nədir evi Fazil? Neçə manat? 1500 Fazil, 200 manatlıq bazarlığı, 1500 manatlıq ədevi düz olmur. Sənlə bir uşaq başı alırsan ki, sən burada. Başına dönüm, 2000 belə getdi, 1500, 200 manatlıq bazarlığı sən... Bildim, 200 bin pul qazanmaq istəyirəm. Yavaş dilə tuşa salacaq ama başa düşdüm. Ben bilmirəm, bax 200 bin nətər gəlir. Yaxşı gözlə göndərirəm kartıqa. Yaxşı deyir, 200 bin qazanmaq istəmirsən. Niyə istəmirəm, elə mən istəyirəm də. 1500. Usta gel. 1300. 1300. Sel kimi gedir ev falan. Fazla pul sel kimi gedir. Biraz hesap kitapta olmayan. İşi qurmuşam. Yok, işi sistemli. Ha. İşi qurmuşam. Yaxşı ki, yad adamı şeyləmə, işə qatmadın elə. Arvad uşaq işləyir, pulumuz sıxmaz da. Heç olmasa bir yerdən qazanarıq da. Qənaət eləmək. Əlbəttə qənaət. Qənaət işin yarısıdır. Budur da mən susturam, belə şeylərdir mən susturam. Amma əmək müqaviləsi bağlamaq lazımdır. 500-də onun xərci. Əmək müqaviləsi. Kimlə əmək müqaviləsi? İşçilərlə əmək müqaviləsi. Ha, Fazil, adam işçi dedin, arvad uşaq deyib başqa dedim. Arvad uşaq buyuran dedin, əmək müqaviləsi var. Ay arvad çay gətir, ala 500 manat əmək müqaviləsi. Belə şey yox. Nəsə şoğa qurmuşsan Fazil, ücə irpələrəm mən. Ay Sadiq, sən də dedin ki, pul qazana. Ay 200 binin başı hardadır sənə qurban olun. Görürəm narazılıq eləyirsən. İstəmirsən işi yarda saxlayıram. Yaxşı, bu qoxda bir ətək pul xəstəmişəm, yarda saxlayağım bax. Əmək müqaviləsi. Sən İş gördük də, iş gördük. Hər şey qaydasında olsun da sənə qurban. 400. 400 nə olmaz? Yox, 500. 500, 500. Yaz qeyd elə olur. Bir də qaldı torpaq bastı. 500. Torpaq bastığını da ya. Torpaq bastı, torpaq bastı nədir? Malın torpaq bastısı da. Demədim mi təyyarə ilə gedir? Nə oldu? Təyyarə torpağın üstə gedəsi oldu. Və təyyarə ilə daşıyırdıq da, mal nə oldu? Elə deyə, Sadiq dedim, ayraq qoyaq qırağa da. Ay sən 200 mindən söhbət geldirir. Ay indi paçkanın başın aşın oradan 157 manat əskiy gəldi. Bunu kim istəyir? Hansı milyonçu razı? Heç bir milyonçu razı olmaz. Heç kim razı olmaz. Heç kimdən də biri mən. Sən elə eşkimin birincisisən. Atan rəhmət. Mən birincisi ya? Dedin ki, hansı milyoner eşkim, mən də dedim ki, sən o eşkimin birincisi. Kimi deyirsən, bu eşkimin birincisi. Çok qorum çırıq-çırıq olarsan, fazla. İşdən gedir, milyonlar. O bir dənə. Eşidirsiniz, axşam papaq atanda pul qoysalar, pul mənimdir. Şirniyyat birimizin, qonsunluq da birimizin. Mən istəmirəm. Ədalət. Allah sən sağ. Bu nə fisfasondur, bu nə lejimdir, nə qarsız siz? Can, nə tərsiniz, keyfi salınız necədir? Öz aramızda qalsın. Bizim bu toy məclislər biraz zəifləyəndə belə bayramlara zada gedirik.
Keçal, Kosa, Qarqız qardaşımız. Bahar qız. Bahar qız, Qızının Bahar qız. qardaşı elə. Belə idarələşirik də yəni. Ay, nə oldu ha sizə birdən-birə? Kül kimi təzə-təzə efirlərə çıxırdınız, populyar olurdunuz. Nə oldu? Niyə bu günə Açmaya uğur kişi. Bizə kiminsə gözü dəydi. Mərdim Azara lənət olsun. Amin. Efirə qadağan qoydular bizə. 2 dəfə siyahı çıxdı, adımız yox idi. Pırtda çıxdıq bir tane. 3-cü siyahıda bizi də qoydular siyahıya. Pis gözlər, pis nəfislər qurusun, ay uğur kişi. Amin. Bala qarış eləmin, qarışın iki başı olur. Əsas odur ki, Fazil kimi mənim qara siyahıma düşmürsünüz. Bəli, düz deyil. Nə olub ki, ay uğurçu? Danış görə nə olur? Heç saat nə olacaq? Fazil girir, ailəlicə şikayət eləmək istəyirik. İndi özümüzə şahid axtarıq, belə üzə duraq. Şahid mən. 50 manat verirsən, dururam onların üzünə. Üzümü cırıram, paltarlarımı cırıram. Özümü çırpıram yerə, deyirəm ki, Fazil deyir. Bu işıqlı dünyanı qaranlığa çövürürəm onlar üçün. Bacarır. Uğur kişi, 50 çoxdur. 30 manat mənə ver. Fazili, vəfadarı, vəfanı üçün də bir yerdə tutdurum. Sizə də düşmənçilik edən adam qalmasın. Bacıza dəlim, bu uşaq qulaq asmayın, Mənə bir dənə yaşılı girimilik verin. O üçü nə deyir? O üçünün gözünə süzü də qatım. Birbaşa Sibir, avtobus boş çıxmasın, Bımbız. Yox, mən üşüyərəm, Uğur, mən soğuq dalamam. Şərx otadılar bunlar söhbəti bu. Amma yox, Uğurum, ağrıma nəsə batdı. Deyirəm, bizi çıxsın, Sibirdən bizi çıx. Deyirəm, razılaşaq da bir paket şəkil eləyək, olur şey eləyərdim. Yox, hadi tələsmə. Uğur kişi, gəl bir dənə kampaniya eləyək də. Elə bir ki, bundan Sibiri çıxardırıq. Mən dediyim vəfadarla Fazili götürürük. Məndən də yüzüm. Bizim işimizdir, bizim bərkət. Xeyir olsun. Deyir, örtülü bazar, dostluğu pozar. Kardeşim, bölürük. 200 bini, 100 bin, 100 bin bölürük. Ama birinci hesabımızı bile qəpiyinə kimi her şey yazmış. Haqqı hesab düz olma. Bizim işimiz nədir? Novruz səbəti də, düzdür. 200 manat ləpəsindən paxlavasına kimi, mermi və səməninə 200 manat pulumuz. Mayası 200. Mən vermişəm onu da. Dedin ki, bu işə görə 1000 manat kassa aparatına pul lazımdır. Verdim, yazmışam, vermişəm, pul qoymuşam. Dedin, 2000 manat sertifikatlaşdırmaya pul istədim, onu da verdim. 1500 manat ədəviyyə. Ədəvi dedim, 1500 ədəvi. 800 manat insan resurslarına belə bir şey dedim, çətin bir şeydir. Sonra 700 manat hidrometeoroloji sentrin cümlənin başa düşməm 700 getdi. Getdi, Mən verdim. bəli. 500 manat şeyə əmək müqaviləsi. Öz arvadımı işlətməyə mən 500 manat. Hər şey qanuni olsun. Bəli, əlbəttə. 1300 indi qapıdan girəndə torpaq bastı, sən torpağa bastırım. Hadi canım. Eşitdiklərim məni dəli eləyir. Deyirəm Sadiq, sən nətər saf dünyaya gəldin. Qardaş, saf da elə bu dünyadan gedəsən. Naşılıq eləyir. Ay bacı onu deyib baş salamıram. Dənə ərinə başına dönüm. Bir maşının pulu gedib, elə bir cübbacım elə məndən pul istəyir, deyir, hələ də qutar bir. Onu demirəm. Deyirəm ki, naşılıq nəyə deyirəm? Yəni siz məhsulu aksizləşdirməmisiniz. Ne deyir? Nə deyir, hə? Aksizləşdirməmisiniz. O nə demək? Ay, buna bax, sağ olay bax. Bu yadımdan çıxıb. 3000 manat da ona lazımdır. Nə deyirsən Sadiq? Nəyə? Aksizləşdirməyə. Araq satıram, aksizləşdirmə. Nədir başqa? Paxlava satıram da. Fazil get, gəl, cübbacım bir maşın pulu get. Dəftərin üstündən də maşın çəkir. Ha bir maşın pulu getdi, başqa dönüm ay Fazil. Vəfa, qardaşıma denən, mən qanunsuz işləyə bilmərəm. İşləyəm. Razı deyilsən, bax bu dəftəri verim, qoltuq var. Mən də durum çıxır. Hərə getsən, bir əyə qaçırəm, bir ətək toxacaq. Hərə kəm hövsələ sanıyım. Qarışdırdım, öncədə yanıma. Nəysə də 1500 buradadır, 1500 də kartını atıram. 3000 ay. Ay Vəfa,
Başqa nəsə yaddan çıxan şey var? Bəli, yaddan çıxıb bir şey. Ay bak bir dakika dayandıra başka da. Bu bizim şərikimiz. Bu niye bizim yadımıza sal? Koy bazı şeyler yadımızdan çıksın. İşin ucunda ha biraz ziyan ile. Daima da xahiş edirəm da. Olmasın 100 bin, olsun 90 bin adama pul kazanır. Xahiş edirəm ha. Bir maşının pulu gedir bir. 3 bin. Neydi aksizləşdirmə? Ha? Paxlavor üstündə bir şey bilmirəm daha qaqa. 67, 68, 64. Nə bu nədir? Saxlamasam gedir 100-ə çatır bu. Biz belə qismət olar. Ay Vəfadar, heç vaxt qismətindən şikayət eləmə. Özdə qismət heç gözləmədiyin yerdə gəlir. Birində gözləmədiyim yerdə. Bu gəlsin çıxsın da birində 150 çıxdı, birində 200 çıxdı. Bunu saxlamasam ki 300-ə çatırdı. Qarğayam mən. Ay Vəfadar, gör nə deyirəm, bir keyfini pozma. Bax məndə var, ha bu zifalını eləyəndə o vaxt 25 çıxmışdı. Yəni 25-də ölənəcəydim də ana. O da elə oldu ki 23-də evləndim. Səbrim çatmadı, 2 il gözləyəmədim. Səbirdimi? Mən də yaman səbirsizəm. Gördüm ki, mənim bu yoldaşım yaman fırladır, uzadır toyun vaxtını. Eləmə tənbəllik, gəldim, oturdum evində. Dedim, indi toyun vaxtını təyin eləyəcəksən, məni də öz evimizdən çıxaracaqsan. Necə eləmişəm? Qəşəng. Amma bax onu düz dedin, o səbirsizlik məndə də var. Çox olur məndə elə hallar. Bax, maşın istədim alınmadı. Universitet belə yarımçı oldu. Yəni evlənmək də ümumiyyətcə görünmür. Babam 3 dənə arvadım nətər alıb mənə hələ də çatdı. Babam bir yana, məni yandıran sənə. Yaxşı oğul dayısına oxşayır. Mən də yaxşı oğlam da. Dayım 2 dənə arvad ala bilir, mən birini yox. Dayı, dayısı, 2 arvad alır. Saydı tutardı bizimki. Vay yavaş ha. Kopartmışdı beni. Doğdu, sakitləşdi. Ha bəyəxdən dağıdırdın, sakitləşdi. Haranı dağıdırdı eşiyi? Ha sənin nəyin lazımdır, haranı dağıdırdı. Əsas odur ki, sakitləşdi, daha sakitləşdi. Mən biraz yalan palan bir şeyler danışım şeyler. Ay Duyğu, baldızın sənə qurban. Bir eşidir, gör baldızın nə deyir, eşidirsən mi? Eşidir mi? Hayda vermədi, boşladım. Eşit gör nə deyirəm. Deməli, bizdə bilirsən axı bu doğma ögəylik vardan ha? Hə, dədəm ağarsın ki... Bizim Vəfadarın, yəni atamın bir dənə də oğlu olub da. O da nə sayılır? Deməli, Sadiq kimi o da Vəfadarın dayısı sayılır. Bunun canı yanmasın. Mənə də ögey qardaş sayılır da. Hə. Bu dedi ki, mən evlənirəm. Hadi yaxşı eləyirsən, getdin ki, arvad aldı. Belə oldu məsələ, heç nə. Hə? Sonra da siz oyuna əlaqəni kəsdiniz, arvadları da götürdü, çıxdı, getdi Moskvaya. Belə olub? Bu hardan bilir? Bir beynin işlədir, o kadar ucuz şeyler fikirler. Bunu incə mən dedim də, hər fikir kimi eyni şeyler fikirləşirim. Beyin qoylusuz kimi. Nə fikirləşim ki, yanda bir boy. Ayaqüstü adamda beyin. Duyğu. Mən gedirəm. O sizin yalanınız, o Vəfadar, o da sən Sadiq. Sağ-salamat. Bir dəqiqə, düzəltə, bir dəqiqə, ya, gedirəm deyəndə elə getmək yoxdur. Mən hər şeyi olduğu kimi laf başdan danışacağım. Xahiş edirəm, bir dənə dinlə sonra get. Laf başdan danış, danış. Danış. Dumanlı gəlib, anamın qucağındayam. Mənə bax deyir ki, oğlum. İngə. İlk kontaktımızı elə qurduq. Sonra belə apardı, süt verirdim. Çox dərinə götürmə də. Sən İngə ilə başladınsa, sən bugün qutarmazsan. Heç gələn həftə də qutarmazsan. Mən getdim Sadiq. Gözdə onunla mən gedirəm. Əgəmədən baş qalmadı ha. Vəfadar! Uydur canım. Bayan! Səni kim yazır itir atasın? Hele eləmə Sadiq o it, adam yendi. Bildiğin başı kardeş parçalıydı etmişeceğim. Tez ol, tez ol. Buyur. Üstümə iyilik sağlıq. Bu nədir? Niyə bacı qardaş bu gündəsiniz? Elə bir itin ağzından çıxırsınız. Mən istəyirsən mən danışım bacı, yoxsa sən danış. Mən hər şeyini sənə başa salaram. O şey qardaşım sən də getdi. O söhbəti buna danışım xeyir yox, başqa söhbət. Sən kirmişdir. Ay Vəfa qadınam lazımdır. Heç nə danışmaq istəyən anan deyiləm. Ay niyə inanmırsan? Sana ant verirəm atamın yatdığı torpağa. Hər şey olduğu kimi danış ha. Niyə kişinin torbağında oynadırsan? Deyirəm inanmayacağam dediyin sözə. Sana ant verirəm olduğu kimi danış. Olduğu kimi. O bir bala qızcanı. Hər şey olduğu kimi danış elə hər. Danışım da. Həmşanətər elə hər. Bir balamın. Deməliyim, bax baldızın danışır,
gəlin, qulaq as, gör necə olur vəziyyət. Deməli günlərin bir günü, qəşəng günü idi. Gəldi Sadiq, dedi bacı, bax belə dedi özdə, bacı, mən evlənmək istəyirəm. Dedim başına dönərəm. Evləndə bacın da istəyər ki, qardaşını da toyunda sındıra sözəydi. Yordu, görən kimi. Ay vəfa, tələsirəm mən. Deməli, bax dedim evlən. Bu da dedi ki, hə Sadiq, gördün nə dedin? Dedi, 2 arvad almaq istəyirəm. Nə dedim? 2 arvad almaq istəyirəm. Dedi restoranda tapmışam 2 mərtəbəlidir. Toyun birini bir qızla 1-ci mərtəbədə, o biri qızla da 2-ci mərtəbədə yaşa. Dedim, başın qurban. Biraz belə pis baxdım, amma dedim yenə də həyat sənindir. Qani oldun başına. Çox qani oldum Vəfa, sağ ol. Allah səndən razı olsun. O qədər qani oldum ki, böyüdən gedərəm, bir də gəlməyəcəm. Yol verin bana. Eləməsin. Vəfa, qadan alın. Ay sevdim, sən Çarpaq olmaq istəyirsən? Sənin əlin qurusu, gördün mü? Əli qurusu. Ay bacı, sən niyə belladın? Sən niyə hər şey olduğu kimi danışdın? Demədin ki, bir balanın canına hər şey düzdür. Sən də nə var onu deyir? Ay bala, atamı görünə ant verirəm, basıb bağlayırsan. Öz canıma ant verirəm, yalanın bir. Öz balana gələndə şirin oldu, başı qapanım. Sən də qəribəsən, başından çıxamadır. Fasil deyim. Ay nə 5.000 ay qardaş, zır hazır eli 3.000, 5.000. Nə olur, 5.000? Nə olur? Hörmüz boğazına nə olur? Nə olur boğazına? Aya Hörmüz boğazın. Aha. Fazıl, sən Hörmüz boğazı tanırsan, sən hissə verilmiş Töyok boğazını indi görmüş adamsan. Nə oldu, mən deyirdin bizim 500 mallar təyyarəni gedəcək, nə oldu, dəniz yollarına düşdük? Kim sənə şahit eləyir? Yaş, həll eləyirəm, 5.000 həll eləyirəm. Ay, şahit həll eləyirəm. Ha, bu nə işdir mən girdim? Nə oldu be, nə deyir ki? Fazıl olsun, Fazıl'la iş qururdum. O da deyir ki, bəs bundan şahit olubdu. Uğur kişi bundan şahit elif deyən təyyarənlə beş gedə bilməz. Dənizlə getməlidir, orada Hörmüz boğazında problem var. Sən problemə çevrilib mən bu biznesim. Fazıl'ın boğazına nəsə olub? Hə, Fazıl boğazda çatı salıb xəcələt çəkib ölür, ay bacı, ərsiz qalacaq. Fazıl'ın boğazını kirəkmək, bacıya bax. Novruz bayramınız mübarek olsun. Novruz bayramınız mübarek olsun. Bu bayram hamını mehriban etsin. Papaq atan da evinə əli dolu getsin. Qapı pusan da yaxşı sözlər eşitsin. Kaş hamının arzusu gerçək olsun. Novruz bayramınız mübarek olsun. Bayramı bir ruzi sanmak istesen, komşularla hoş dolanmak istesen, 5-10 manat pul kazanmak istesen, Sadık'ı terifle sevince olsun. Sadık'ı terifle sevince olsun. Novruz bayramınız mübarek olsun. Novruz bayramınız mübarek olsun. Bir nəfərin kənddə məşhur adı var. Biznesi var, mağazası zadı var. Hətta deyirlər 2 arvadı var. Arvad gərək cüt olmasın, tək olsun. Novruz bayramımız mübarek olsun. Novruz bayramımız mübarek olsun. Qanqaraçın salmayaq, sən karvadı var. Biz qardaşıq, biz qardaşıq. Uzat verin, yaxşıydı, yaxşı gəlin. Uğur ki, bayram günüdür, küsurlar barışır. Barışdınız? Barışır. Nə deyirsən? Necə deyirlər, papağın başımda, meşoğum da əlimdə. Laf yaxşı, əla. Deyirəm, yaxşı dördünə bayram günü küsülü qalmayaq. Gedək ərzəmizi də götürək, qonşuluqdur. Deyirəm, bax 50 dəfə Uğur'a dedim ki, Uğur, etmə, eləmə, yaxşı deyir, qonşuluqdur. Eşitmə daha sözümü, biabıçılıq, qanqaraçılıq. Ay qızılgül olan şeydir də, o şeytan da belə adamla, belə deyək də, bizə belə şeydir, aramıza girdi. Sonra da fırlandı, siz tərəfi. Yaxşı, qadan al, gelin. Da gedin bayramınız mübarək. Sən ağırdı, Uğur ağırdı, qaldırma, belini sərpəcə. Kolasıyam, Day, dem götür. Totan de, adam del, totan de. O şisan payı aldın, bəs bizim 5 manat. 5 Sən manat. daha 5 manat. Sən götürdün bayram üçün bir qara qəpiyin yazsın. Ay Sadiq, deyirəm ki, o şəkər buranın paxlavanı üstdən qoydum, aşağıdan qoz qabıqlarını yığmışam. Buna görə şikayət eləməzlər. Ana qəlbi qara adamlarsın, gülürlər ya. Camızda cəmaatın bayram payına şeylər. Hamını barışdırdım, hamı barışdı bayram günü. 2 evin bir ışığı yanmış.
Barsın ölməyib, Barsın ölməyib. Narahat olma da qısqaç eləyəcək. Deyirəm sana ay bacı. Nasıl? O? Sadiq, mən səhv başa düşmüşəm. Vəfadar gəldi, hər şey mənə danışdı. Demək, bu anası sifət, gəlib səndən maşın pulu istəyib. Sən də maşın pulunu verməmişdin deyə acığa düşüb yalan deyib ki, güya 2 arvadım var. Mən nə deyirəm, ay başqa döm, küsüb gəlsən mənə dinləmirsən axı. Yaxşı. Bayram gündür, get süfrə hazırla ki, hər bir bayramımızı qeyd edək. Bayram var. Sağ ol, həyatım. Ay Sadiq. Heç nə yoxdur, hər şey yaxşı. Sadiq, qadan alaram sən, gör nə deyirəm. Şeydir, vəfadar mənə hər şey izah elədi. Nə dedi? Deyir ki, bu bir maşın var, kişinin maşını elə bir onun o birisi arvadıymış da. Bəli, elə yəni, o birisi arvad deyəndə maşını nəzərdə tutulur. Sən nə fikirləşirsən? Sən o fikirləşirsən. Deyəsən ki, Kamran da mənim oğlumdur. Nəsə şeytan lənət. Sadiq, bayram günü nə səsi danışıyorsun? Yox dedim, sən elə eləyirsən qanqaraçılıq olur da. Bayram gündür, get bir süfrə at, bayram süfrəsi at, onlardan qalanlar bir şey. Gedim süfrəni atım yeyək, yaxşı mı? Bayramın bayram. Sənlə bayram. Fasil. Səri. Ata, bayram evlatlarına bərəkətlə gəldi. Ben yalnız oldum hayata. Güzel anam. Mənim anamdır. Sen anandı. Sen ananı öptüm. Fazıl ne oldu? Bir heyecan geldi bana. Bu ne oldu? Bu Alver'in pulu gelip çıkmadı. Ay başına dönüm. Pulunu da alacağım vəfadarı göndərdim. Hatta ne oldu? O bayaq arvadların gələndə o vəfadar göstərdiyi o məsələni həll elədi. Nə göstər, nə həll elədi ha? Da o pula getdi, maşın aldı da. Nə maşını? Ha məndən bayram səbəti ticarətdən pul aldı. Getdin o pula vəfadara maşın aldı. Nə deyir bu ay bacı? Bu nə danışır ay bacı havalara mı? Bacın qırvan, belə dur. Dayısı, sənin o ürəyin var ha. Qızıldandır. Əvrəm sansın, ata yuvan dağılsın, yuvan dağılsın. Niyə dağılır ki, bir şey? Bacın oğlu vəfadara, vəfuşa bir elə bir ki, pay verdi. Ne uşaq getdi maşın aldı. Ne olacaq ki burada əziz gündür? Onu ver, bunu ver, bunu ver, bunu ver. Hamısını oğluna maşın almaq üçün eləyirdi. Dayısı, Sadiq, bacın qurban. Amma deyim ki, belə qardaşdan yoxdur. Yox. Bax, sən bu əziz günümüzü, bayramımızı çox yadda qalan elədin. Hələ bu nədir ki? Sizin bu bayramınızı elə yadda qalan eləyəcəm, elə yad. 7 il yadınızdan çıxmayacaq. Xəbərlərdə göstərəcəklər ki, şəhərin ən böyük tonqalı Fazilin həyatında qalandı. Salafanda maşını yandırıb, tonqal qaladılar. Gedirəm o maşını yandırıb. Nereden o be? Nə vəsiyyət? Öləndə demədim ki. Dayım nə vaxt iməklər? Otur aşağıya, bu şan şişi tişörtünü çıxarır. Dayım nə vaxt iməklər? Otur aşağıya, yaxşı şişi tişörtünü çıxarır. Hele sakin. Tamam. Hele sakin. Niye gittin dedi. Nətərdir kişinin qəbri, nətərdir? Necə torpağı? Nə deyirsən? Təyyarın torpağın üstə gedir, Fazıl. Atan rəhmət. Nə bilirsən? Nə deyir bu ay bacı? Bu nə danışır? Nə deyir bu ay bacı? Geçeydi. Necə baxırdıq ora? Taşdım. Vay vəfa, başqa nəsə yaddan çıxan şey var.
Bəli, var. Bax, bir dəqiqə dayan da ay bacı. Şərikdir, bu ne bizim yazımızda? Patronun, Pizonun, Bizim Ev Mebel şəhərinin və Tam Store'un baş sponsorluğuyla iki qapı arasında serialı başa çatdı.